Northrop Grumman firması 1949-cu ildən bəri radarlara düşməyən və düşmən mövqeləri rahatlıqla bombalaya bilən xüsusi təyyarələr üzərində işləyir. Sözgedən bombardmançı təyyarələrin ən güclü və təhlükəsini isə 1989-cu ildə yaradıb. Belki Sprint adlanan texnika öz qüsursuz texniki göstəriciləri ilə qarşı tərəfdə qorxu hissi yaradır. Tamamilə gizli hərəkət edə bilməsi və radarlardan yayınma xüsusiyyəti bombardmançının istehsal qiymətinin 737 milyon dollardan da baha qiymətləndirməsinə gətirib çıxarır. Titanium, alüminium, fiberglaks epoksi, grafit epoksi kimi nadir və bahalı elementlərdən istehsal olunan B2 Sprint bombardmançıları normal qəbul edilən təyyarə dizaynından tamamilə fərqlidir. Bunun isə bir sıra səbəbləri var. Belə ki, bombardmançı təyyarənin istifadə məqsədi uzaqda və dərinlikdə yerləşən düşmən mövqelərinə anidən xəbərsiz formada avia zərbələr endirməkdir. Bu səbəbdən təyyarənin dizaynı və quruluşu istifadə edilən titanium və epoksi materiallarının da köməyi ilə hava hücumundan müdafiə sistemlərinin göndərdiyi radar siqnallarını olduğu kimi özlərinə geri qaytarır. Radarın izinə düşə biləcəyi hər hansı çıxıntı, quyruq və ya təyyarə parçası görünmür. Bu dizayn təyyarənin manevr qabiliyyətini əhəmiyyətli səviyyədə aşağı salsa belə, düşmən tərəfindən fərq edilmədiyi üçün buna ehtiyac da yoxdur. B2 Sprintlər ikili turbo olmaqla 4 reaktiv motordan ibarətdir. Motorlar bombardmançının daxilində yerləşir və uçuş üçün lazım olan yüksək hava axışının və temperaturun qarşısını alan titanium ağızlıqlarla qorunur. Bu metodla yüksək ağırlıqlar daşıya bilən təyyarə 1010 km/saat sürətlə hərəkət edə bilir və özündən sonra istilik yaymır. İstiliyin yayılmaması həm radarların təyyarəni fərq etməsinin qarşısını alır, həm də düşmənin istiliyə həssas raketlərinin hədəf kimi onu izləməsinin qarşısını alaraq yayınmasına səbəb olur. 4 böyük yanacaq çəninə sahib B2 Sprintlər 11.000 kilometr məsafə qət edə bilirlər. Bundan belə təyyarənin üst hissəsinə yerləşdirilən havada yanacaq qəbul etmə mexanizmi yanacaq daşıyan hava təyyarələri ilə ortaq şəkildə hərəkət edə və 44 saat havada qala bilirlər. Bombardmançı təyyarə 18.000 kiloqram ağırlığına sahib silah sursat daşıya bilir ki, bu da lazım olarsa sadə hava zərbəsi üçün 80 bombanı daşıya bildiyini deməyə əsas verir. Bundan belə B2 Sprintlər daxili idarəetmə sistemli kompüterlərə sahib olduğu üçün yeraltı bunkerləri hədəf ala bilən xüsusi bombaların istifadəsinə də yararlıdır. Bu tipə sahib bombalar daxili GPS və idarəetmə pultu vasitəsilə B2 Sprintlərdən atılan zaman düz aşağı deyil, süzülərək hədəfinə doğru gedir və hətta bunkerlərə hücum zamanı dərinlikləri belə aşkarlayaraq partlama anını özü seçir. Üstəlik bombardmançılar daxili radar, lazer kəşfiyyat və xüsusi kompüter sistemlərinin köməyi ilə qaranlıq, bulutlu və ən pis hava şəraitində belə rahatlıqla uçuşunu həyata keçirə bilir. Elə havada düşmənə zərbələri endirərkən də atmosferin ən yüksək qatına çıxır və gözlənilmədən bombaları buraxır. Qeyd edək ki, texnikanın uçuş zamanı idarəsini komandir və pilot həyata keçirir. Amma bu şəxslər xüsusi olaraq seçilir. Çünki bombardmançının istehsal qiyməti və daşıdığı texniki sirlər düşmənin əlinə keçə bilməyəcək qədər dəyərlidir. Odur ki, fiziki, zehni və psixoloji göstəricilərə paralel olaraq pilotların evli olması da tələblər sırasındadır.